Salam, hər birinizi salamlayıram. Əvvəlcə özümü tanıtmaq istəyirəm. Mən 3-cü kurs tələbəsi, tibb tələbəsi Anar Əhədov və eyni zamanda sizə bu gün deyəcəyim dərs kəllənin üz hissəsinin anatomiyası olacaq. Kəllənin üz hissəsinin anatomiyası, yəni üz skeleti cranium vesicalis adlanır. İnsan orqanizminin ön hissəsini təşkil edən mühüm bir hissədir. Bu hissə cəmi 9 sümükdən, yəni 9 tip sümükdən, 6 cüt, 3 tək sümükdən ibarətdir. Üz sümüklərinin bir-biri ilə birləşməsi sayəsində göz yuvası, burun boşluğu, ağız boşluğu və gicgahaltı və qanad damaq çuxurları əmələ gəlir. Ənk sümüyü bizdə əsas sümüklərdən biridir. Üz skeletinin ən böyük cüt sümüyüdür və üzün mərkəzi hissəsini təşkil edir. Göz yuvası, burun boşluğu, ağız boşluğu və digər qonşu boşluqları divarlarında yaranmasında iştirak edir. Ənk sümüyü bir cisim korpus maxillae və 4 çıxıntıdan ibarətdir. Alın çıxıntısı processus frontalis, almacıq çıxıntısı processus zygomaticus. Bu əsas adını çəkdiyim hissələr sizin üçün çox əhəmiyyətli olacaq. Damaq çıxıntısı processus palatinus və alveolun çıxıntısı processus alveolaris. Əvvəlcə onu qeyd edim ki, anatomiyanı yəni keyfiyyətli şəkildə mənimsəmək üçün siz mütləq şəkildə biz latın dilini öyrənməliyik. Cismin daxilində Haymor çıxıntısı, yəni Haymor ovuğu olur. Bu adlanan hissədə böyük hava boşluğu yerləşir. Damaq çıxıntısı sərt damağın böyük hissəsini təşkil edir. Alveol çıxıntısında dişlərin yerləşdiyi yuvalar alveol mövcuddur. Alveol, yəni ənk sümüyündə bir neçə dəlik kanal var ki, məsələn, göz yuvası altı dəlik və göz yuvası kanalı və yaxud köpək çuxuru ola bilər və kəsici kanal eyni zamanda burada mövcuddur. Gəlin keçək digər hissəyə. Almacıq sümüyü osseus zygomaticum adlanır. Osseus latın dilində deməli sümük, zygomaticum isə almacıq deməkdir. Cüt sümük olub yanağın çıxıntılığını təşkil edir. Alın, ənk və gicgah sümükləri ilə birlikdə birləşir. Göz yuvasının gicgah və alt gicgah çuxurlarının divarlarının yaranmasında iştirak edir. Almacıq sümüyünün üzərində almacıq üz dəliyi, foramen zygomatica faciale yerləşir. Bu sümükdən alın çıxıntısı processus frontalis və gicgah çıxıntısı processus temporalis ayrılır. Gicgah çıxıntısı gicgah sümüyünün eyni adlı çıxıntısı ilə birləşərək almacıq qövsünü əmələ gətirir. Və birazdan bunların yəni görüntüsü haqqında da ətraflı məlumat verəcəm. Həm görüntüsü, həm də onların bəzi detalları haqqında. Burun sümüyü os nasali adlanır. Cüt, kiçik yastı sümükdür. Burun kökünü və burun arxasını təşkil edir. Digər sümüklərlə birləşərək burun boşluğunu ön açılışını əmələ gətirir. Gözyaşı sümüyü os lacrimari. Lacrimari sümüyü gözyaşı sümüyüdür. Eşitdiyiniz kimi cüt, incə və kiçik sümükdür. Göz yuvasının içəri divarının təşkilində iştirak edir. Göz yuvası, yəni göz yaşı sümüyündə göz yaşı qarmağı və göz yaşı çuxuru yerləşir. Yəni bunlar əsas hissələrdir bizdə. Unutmayaq ki, deməli beyin hissə var və üz hissəsi var bizdə kəllənin. Kəllə sümüyü bizdə skal, yəni skronium şəklində ifadə olunur. Digər hissədə bizdə damaq sümüyü qarşılayır. Os palatinium adlanır. Cüt sümükdür. Ağız, burun boşluğu və qanad damaq çuxurunun divarlarının yaranmasında iştirak edir. Əsasən 2 səhifədən ibarətdir. Horizontal səhifə və perpendikulyar səhifə. Horizontal səhifə sərt damağın arxa hissəsini təşkil edir. Damaq sümüyündə böyük damaq kanalı və damaq kiçik dəlikləri foramina. Foramina burada dəliklər mənasını verir. Foramen isə dəlik deməkdir. Yəni bu hissələri müəyyən qədər bilmək lazımdır. Aşağı burun balıqlağı konka, yəni konka balıqlağı sümüyüdür. Yəni bunu həmişə xatırlamaq lazımdır. Cüt uzunsov formalı sümükdür. Burun boşluğunun yan divarına çıxıntı əmələ gətirir. Digər hissəyə keçdiyimiz zaman ənk sümüyünün quruluşu bizi qarşılayır. Ənk sümüyü bir cisimdən, korpusdan yəni və 4 çıxıntıdan ibarətdir. Bunu əvvəldə qeyd etmişdik. İndi korpus maxillae haqqında danışsaq, yuxarıdan aşağıya və öndən arxaya doğru burun səthi, göz yuvası səthi və gicgahaltı səthi var. Ön səthində facies anterior, anterius ön hissə, posterius isə arxa hissə deməkdir. Burun oyması, nasalis burun deməkdir, incisura isə oyma deməkdir.
və köpək çuxuru eyni zamanda fossa canina mövcuddur. Köpək çuxuru deməli burada yerləşir və gözaltı dəlik eyni zamanda burada yerləşir. Buradan sümüyü qidalandıran damarlar və sinirlərin keçdiyi gözaltı kanalı açılır. Bu kanaldan həmçinin alveol kanalları açılır və burun səthi facies nasalis bu səth böyük əng boşluğuna, yəni Haymor mağarasına baxır. Burada əng boşluğu yarığı mövcuddur. Bu uşaqlarda böyük, yetkinlərdə isə dardır. Median tərəfdən damaq sümüyünün perpendikulyar səhifəsi və aşağı burun balıqqulağı ilə birləşir. Yuxarıdan və arxadan göz yaşı sümüyü ilə birləşir. Digər hissəyə keçsək, qanad damaq çuxurudur. Sizə bəzi hissələr çətin gələ bilər, ancaq ki, yəni müəyyən qədər oxuduqdan sonra deyə bilərəm ki, artıq asan gəlməyə başlayacaq. Düzdür, bunları bir dəfəyə oxumaq çətindir. Yəni onu nəzərə alsaq ki, yəni insan anatomiyası 11-ci sinif biologiyasında keçirildiyi kimi çox da sadə deyil əslində. Onu nəzərə alsaq, yəni burada müəyyən qədər dərinliklər var. Qanad damaq çuxuruna gəlirik. Fossa adlanan, yəni fossa burada bizdə qanad damaqdır. Ptergopalatina isə yəni burada qanad damaqdır, ancaq fossa isə çuxurdur. Üzrlü sayın. Bu sümük qanad damaq çuxurunun fossa ptergopalatina divarının formalaşmasında iştirak edir. Göz yuvası orbita adlanır. Yəni göz yuvasını bir çox yerlərdə görəcəksiniz. Bu orbitadır. Damaq sümüyünün göz yuvası çıxıntısı processus orbitalis göz yuvasının alt divarının formalaşmasında rol oynayır və yuxarıda əsas sümüyü ilə birləşir. Kanallar və dəliklərə baxdığımız zaman damaq sümüyünün orta hissəsində böyük damaq dəliyi foramen palatinium majus, böyük, yəni palatinium forameni yerləşir ki, burada sümüyü qidalandıran damarlar və sinirlər ağız boşluğuna keçir. Kiçik damar dəlikləri eyni zamanda minor damar dəlikləri olur. Qanada bənzər çıxıntı processus pterygoideus və çənə sümüyü tərəfindən böyük damaq kanalı eyni zamanda əmələ gəlir. İnkişafı damaq sümüyünün sümükləşmə nöqtələrinin inkişafı hamiləliyin 2-3-cü aylarında damaq səhifələrinin birləşməsi ilə başlayır. Və onu da qeyd edim ki, hansı ki burada qeyd olunmuş latın dilində bizdə terminlər var. Bunların hamısının terminologiya lüğətini çıxarmağı sizə tövsiyə edirəm. Çünki bunlar haqqında çox tez-tez sual verilir. Həmçinin çox əhəmiyyətli hissələrdir. Damaq sümüyü os palatinium adlanır. Damaq sümüyü os palatinium cüt sümüklərdəndir. Kəllənin üst sümüyü hissəsinin sümüklərindən biridir. Yəni üz hissəsinin sümüklərindən biridir. Quruluşu və yerləşməsinə baxdığımız zaman damaq sümüyü bir neçə əhəmiyyətli quruluşun tərkib hissəsini təşkil edir. Sərt damağın arxa hissəsi damaq sümüyünün sərt damağın arxa hissəsini əmələ gətirir. Xüsusilə onun üfüqi səhifəsi sərt damağın arxa 1/3-ni təşkil edir. Bu üfüqi səhifə çənə sümüyü maksilla ilə tikiş vasitəsilə birləşir. Çənə sümüyü burada maksilladır. Çox əhəmiyyətlidir. Mandibula isə orada dediyimiz deməli hissə olacaq. Mandibula alt çənə sümüyünə deyirik biz. Eyni zamanda arasında damağın kəlləsinin xarici əsasında bu üfüqi səhifələr arasında damağın köndələn tikişi əmələ gəlir. Burun boşluğunun yan divarı, həmçinin burun boşluğunun yan divarının quruluşunda iştirak edir. Yəni burun boşluğunun yan divarının yəni iştirak edir həmçinin burada. Onun perpendikulyar səhifəsi burun boşluğunun yan divarının bir hissəsini təşkil edir. Bu səhifə yuxarıda əsas sümüyü ilə aşağıda aşağı burun balıqqulağı sümüyü ilə birləşir. Göz yaşı sümüyü os lacrimale. Bayaq da qeyd etdik bunu. Göz yaşı sümüyü os lacrimale kəllənin üz hissəsinin cüt sümüklərindən biridir. Quruluşu və yerləşməsinə baxdığımız zaman göz yaşı sümüyü incə və kiçik sümükdür. Göz yuvasının, yəni orbitanın içəri divarının formalaşmasında iştirak edir. Onun üzərində nazik səhifə və ön divarının çıxıntısı yerləşir. Göz yaşı sümüyü yuxarıdan alın sümüyü ilə birləşir. Arxada xəlbir sümüyü ilə birləşir. Aşağıdan və bayır tərəfdən əng sümüyü ilə birləşir. Ön hissəsində göz yaşı darağı crista lacrimalis posterior yerləşir. Əgər hansısa bir, yəni belə deyim, sizdə aydın olmayan nəsə varsa, yəni videonun altındakı kommentlərdə də bildirə bilərsiniz. Eyni zamanda şəxsi həm Instagram səhifəmdə, həm də ki digər səhifələrdə yazıb mənə bildirə bilərsiniz. Müəyyən qədər köməklik göstərməyə, yəni əlimdən gələn qədər köməklik göstərməyə çalışacağam. İnşallah ki bu istiqamətdə siz yəni bir çox addımlar ata biləcəksiniz artıq.
Ön hissəsində göz yaşı darağı crista lacrimalis posterior yerləşir. Aşağıda isə göz yaşı deməli qavşağı var. Göz yaşı sümüyünün səthində göz yaşı şırımı mövcuddur. Bu şırım əng sümüyünün göz yaşı şırımı ilə birləşərək göz yaşı kisəsini əmələ gətirir və oradan başlayan burun göz yaşı kanalının eyni zamanda əmələ gətirir. Onun göz yuvası səthi fazias orbitalis göz yuvasının içəri və bayır divarlarının formalaşmasında iştirak edir. Burun səthi fazias nasalis burun boşluğunun yan divarının formalaşmasında rolu böyükdür. Əlaqəli məlumatlara baxdığımız zaman yəni bununla əlaqəli bəzi məlumatlar var ki, hansı ki araşdırma nəticəsində əldə etmişəm. Ola bilər ki, bəzi digər hissələrdən yəni götürülmüş məlumatlar da buna uyğun gəlsin və sizdən soruşulsun. Amma bunu mən yəni öz nəticə olaraq götürmüşəm ki, əng sümüyünün alın çıxıntısı medial tərəfdən göz yaşı sümüyü ilə birləşir. Kəllənin üz hissəsində sümüklərin birləşməsində göz yaşı sümüyünün də rolu görünür. Yəni bu oxuduğum və təhsil aldığım müddətdə məndə nəticə olaraq əmələ gələn hissədir. Kəllənin üz hissəsinin topoqrafiyası sizdən soruşulacaq. Bizdə əsas 4 topoqrafik əlaməti yaradır. Burun boşluğunu, ağız boşluğunu, gizgahaltı çuxuru, qanada bənzər çuxuru eyni zamanda. Bayaq bundan söhbət açdıq. Burun sümüyü os nazali adlanır. Burun sümüyünün os nazali kəllənin üz hissəsində cüt sümüklərdən biridir. Üst skeletini təşkil edən sümüklər arasında cüt olan 6 sümükdən biridir. Quruluşu və yerləşməsində burun sümüyü yassı və dördbucaq şəkilli bir sümükdür. Burun sümüyü burun boşluğunun cavium nasit yapısında iştirak edir. O hər iki əng sümüyünün alın çıxıntıları arasında yerləşir. Hər iki burun sümüyü orta xəttdə bir-biri ilə birləşir. Birləşmələrinə baxdığımız zaman yuxarı kənarı alın sümüyü ilə birləşir, bayır kənarı əng sümüyü ilə birləşir. Daxili xüsusiyyətlərində burun boşluğuna baxan daxili basıq səthində xəlbir deməli sərhəddinin yerləşdiyi xəlbir şırımı və damarlar üçün bir neçə dəliklər mövcuddur. Onu da deyim ki, yəni alınan məlumatlar tamamilə ədəbiyyatdan, yəni istifadə olunaraq həm də öz nəticələrim əsasında çıxarılmış bir yəni materiallardır. Ancaq bu materiallar yəni heç bir zaman heç bir digər bir saytlardan yəni kopya olaraq götürülməyib, belə birbaşa öz yəni təhsil aldığım müddətdə istifadə etdiyim bir öz yəni düzəltdiyim slaytlardan biridir. Yəni onu da bildirmək istədim sizə. Dilaltı sümüyünə gəldiyimiz zaman hyoid, osseous hyoid deməli bizdə qarşılayır bizi. Dilaltı sümüyü bədənimizdəki sərbəst bir sümükdür. Digər skelet sümüklərindən fərqli olaraq başqa heç bir sümüyü birbaşa ekləm yaratmır. Ekləm sözünün mənası bağ deməkdir, oynaq deməkdir. Digər burada da yəni burada da qeyd etmişəm. Oynaq olaraq qeyd olunub. Eyni zamanda sizə bildirmək istəyirəm ki, yəni və yerləşməsinə baxdığımız zaman dilaltı sümüyü boynun ön hissəsində, posterior yox, anterior hissəsində yerləşir. Və dilin altında və qırtlağın üstündə, yəni qırtlağın yuxarı hissəsində yerləşir. Həmçinin qırtlağın yuxarı üstündə, yəni yuxarı hissəsində, burada dilin altında və qırtlağın üstündə yerləşir. Yuxarı hissəsində yerləşir. Bu sümük U hərfi şəklindədir. Dilaltı sümükdən söhbət gedir. Dilaltı sümükdə U hərfi şəklindədir. Bir gövdəyə korpus və 2 cüt çıxıntıya malikdir. Yəni bir gövdə, korpus mövcuddur, 2 çıxıntı vardır. Digərində də qeyd etmişdik. Korpus və 4 çıxıntıdan ibarət idi, xatırlayırsınızsa. Əzəllər və bağlar məhz elə bu çıxıntılara yapışaraq sümüyün yerində sabitlənməsini təmin edir. Bunlar əsas məqamlardır. Dilaltı sümüyün əhəmiyyəti ondan ibarətdir ki, dilin hərəkətində və udma prosesində mühüm rol oynayır. Və bu mərhələlərdə birbaşa olaraq yəni əsasən hiss olunmasa da, yəni bu nəticə olaraq mən bunu çıxarmışam. Yəni əsasən çeynənilməsi və udulmasında istifadə olunur. Xış sümüyü vomer adlanır. Xış sümüyü vomer demək kəllənin üz hissəsinin viscer, kranium tək sümüklərdən biridir. Bu sümük boşluğunun cavium nasi arxa alt hissəsini təşkil edir. Quruluşu və yerləşməsi xış sümüyü Y hərfi şəklindədir. O burun boşluğunun orta hissəsində, yəni burnun ara kəsməsinin septum nasi arxa alt hissəsini təşkil edən bir sümükdür. Xış sümüyü əsas sümüyü, əng sümüyü, damaq sümüyü
və xəlbir sümüyü arasında yerləşir. Digər hissəyə keçdiyimiz zaman konka sümüyü, alt burun qulağı, burun balıq qulağı kəmiyi, yəni konka nasalis inferior bizi qarşılayır. Konka sümüyü daha dəqiq desək, alt burun, burada səhv düşüb, bu balıq qulağı kəmiyi, yəni sümüyü olmalı idi. Kəllənin üst hissəsinin viscer cranium, yəni bu hissənin cüz sümüklərindən biridir. Balıq qulağı sümüyü. Bu sümük bir burun boşluğunun xarici divarında yerləşir. Alt burun balıq qulağı kəmiyi yəni öz üzərində qıvrılmış yarpaq şəklində bir sümükdür. Termin olaraq konka boynuzcuq, nasalis burun, inferior isə alt mənasını verir. Mən bayaq bunları sizə qeyd etdim. Beləliklə onun alt burun boynuzcuğu və ya alt burun balıq qulağı, yəni qırışığı kimi də tərcümə edirlər. Yalnız bu kəlmədən çox istifadə olunmur. Onu bildirmək istəyirəm ki, siz yenə də balıq qulağı desəz, çox da məqbul olacaqdır. Almacıq sümüyünə gəlirik. Bayaq da zigomatikum almacıq sümüyündən danışdıq, amma onun bəzi hissələrindən danışmadıq. Cüz sümüklərdən biridir. Almacıq da yəni şəklində zigomatikumdan başqa almacıq sümüyü kimi də tanınır. Ümumi xüsusiyyətləri və əhəmiyyətinə baxdığımız zaman almacıq sümüyü kəllə qutusunun ən güclü sümüklərindən biridir. Bu zərbələrə qarşı davamlılığını təmin edir. Məsələn, boksçularda və ya futbolda üzdən alınan zərbələrinə üzü qoruyur. Üst skeletin və kəllənin digər hissələri arasında əlaqəni təmin edir. Göz çuxurunun alt bayır hissəsini formalaşdırır. Göz çuxurunun və almacıq qövsünün yəni quruluşunda iştirak edir. Gicgah çuxuru almacıq qövsü və almacıq sümüyü arasında yerləşir. Almacıq sümüyünün quruluşu almacıq sümüyü 3 əsas səthə və bir neçə çıxıntıya malikdir. Ön bayır səthinə baxdığımız zaman facies anterolaris, lateralis bu səth xaricə baxır. Göz yuvası səthi facies orbitalis göz yuvasının divarının yapısına, yəni quruluşuna qatılır. Gicgah səthi facies temporalis, gicgah səthi temporalis. Baxın, bu çox əhəmiyyətli bir yəni terminoloji bir sözdür. Bunu yadda saxlamaq mütləqdir. Arxaya baxır və gicgah çuxurunun fossa temporalis bir hissəsini təşkil edir. Çıxıntılarına baxdığımız zaman alın çıxıntısı processus frontalis yuxarıdan alın sümüyü os frontale ilə ekləm yaradır. Yəni oynaq birləşmə yaradır. Gicgah çıxıntısı proses temporalis, gicgah sümüyünün os temporali almacıq çıxıntısı ilə ekləm yaradaraq almacıq qövsünü, zigomaticusu əmələ gətirir. Əng çıxıntısı əng sümüyü maksilla ilə ekləm yaradır. Birləşmələri almacıq sümüyü kəllənin bir sıra digər sümükləri ilə birləşir. Alın sümüyü os frontale ilə. Gicgah sümüyü ilə və əng sümüyünün maksilla ilə burada səhv düşüb, təbii ki, əng sümüyü bizdə maksilla deyil.